Salam dəyərli yoldaşlar. Bu gün yazarlığın tarixi haqqında qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə insan yaranandan bəri, insanlıq cəmiyyəti formalaşandan bəri insanlar gördüklərini, yaşadıklarını, duyğularını müxtəlif yollarla ifadə etməyə çalışıblar. Bunlardan biri də yazarlıqdır. Yazarlıq fikirlərin sözə, sözlərin mətndə canlanmasına deyilir ki, bu da ta qədim sivilizasiyalardan günümüzə qədər insanın özünü ifadə etmə bacarıqlarının ən güclülərindən biridir. Ümumiyyətlə yazarlığın tarixi insanın özünü dərk etmə tarixi ilə təxminən üst-üstə düşür. Gəlin indi baxaq görək, yazarlıq hansı dövrlərdən və mərhələlərdən keçir. İnsan öz fikirlərini və duyğularını yazı vasitəsilə ifadə etməyə başladığı gündən bəri yazarlıq sənəti yaranıb. Əvvəlcə yazı sadəcə məlumat saxlamaq üçün istifadə olunsa da, zamanla bu vasitə bədii düşüncənin ifadəsinə çevrildi. Qədim dövrlər və ilk yazılı nümunələr. Ən qədim yazılı ədəbiyyat nümunələrindən biri Gilgameş dastanı hesab olunur. Bu əsər eramızdan əvvəl 3-cü minillikdə Mesopotamiyada yazılmış və qəhrəmanlıqla yanaşı insanın ölüm, dostluq və ölümsüzlük kimi mövzularını əks etdirmişdir. Misirdə Ölülər kitabı, Hindistanda Mahabharata və Ramayana kimi epik əsərlər də yazarlığın ilkin mərhələlərində yaranan ədəbi irs nümunələrindəndir. Antik dövr yazarlığı. Antik Yunanıstanda yazarlıq sənət kimi formalaşmağa başlamışdı. Homer, İlyada və Odisseya əsərləri ilə qəhrəmanlıq ədəbiyyatının zirvəsini yaratdı. Herodot və Tukidid tarixi yazarlığın əsasını qoydu. Sofokl və Evripid kimi dramaturqlar isə faciə janrını inkişaf etdirdilər. Bu dövrdə yazarlıq həm sənət, həm də bilik daşıyıcısı idi. Orta əsrlərdə yazarlıq. Orta əsrlərdə yazarlıq dini və mənəvi mövzular üzərində qurulurdu. Əsərlər daha çox şeir formasında yazılırdı. Şərqdən Nizami, Xəyyam, Nəsimi və Füzuli kimi dahilər yazarlığı fəlsəfi dərinlik və mənəvi gözəlliklərlə birləşdirirdilər. Onların əsərləri həm sevgi, həm də insan ruhunun mənası üzərində dayanırdı. İlk roman və ilk hekayələr. Yazılı ədəbiyyatda ilk roman kimi çox vaxt Miguel de Cervantes'in Don Quixote qəbul olunur. Bu əsər insan xəyallarının reallıqla toqquşmasını satirik formada təsvir edir və müasir roman janrının əsasını qoyur. Bundan əvvəl bəzi tədqiqatçılar Yapon yazıçısı Murasaki Shikibu'nun Genji Monogatari əsərini də ilk roman sayırlar. O, saray həyatı və insan hisslərini incə detallarla təsvir etdiyi üçün roman janrının başlanğıcı hesab edilir. İlk hekayə nümunələri isə daha qədimdir. Antik dövrdə Ezopun təmsilləri və Şərqdə Minbir Gecə nağılları hekayə janrının təməlini qoymuşdur. Avropada müasir hekayə janrının formalaşması isə 19-cu əsrdə baş verdi. Bu sahədə Edgar Allan Poe və Guy de Maupassant əsas yaradıcılar hesab olunur. Allan Poe Qara Pişik, Ligeya, Qorxu içində kimi əsərlərlə psixoloji hekayənin banisi oldu. Azərbaycan yazarlığının başlanğıcı. Azərbaycan ədəbiyyatında yazarlıq ənənəsi qədim dastanlardan, Kitab Dədə Qorquddan başlayır. Bu əsər həm ilk nəsr elementlərini, həm də xalq ruhunu özündə daşıyır. Yeni dövrdə Mirzə Fətəli Axundzadə maarifçi realist ədəbiyyatın, Cəlil Məmmədquluzadə isə müasir hekayə janrının əsasını qoydu. Poçt qutusu, Danabaş kəndinin əhvalatları kimi hekayələrdə o insanın sosial problemlərini satira və realizmlə birləşdirdi. Ümumi olaraq nəticə. Yazarlığın tarixi insanlığın mənəvi və mədəni inkişaf tarixidir. Qədim mətnlərdən tutmuş müasir romanlara qədər yazarlığın məqsədi dəyişməyib. İnsanı və onun iç dünyasını anlamaq. Hər bir dövr öz yazıçılarını yaradıb, amma yazarlığın mahiyyəti eyni qalıb. Söz vasitəsilə yaddaş yaratmaq.